Salam aleykum əziz müsəlmanlar. Deməli, belə bir sualla müraciət ediblər və deyirlər ki, xahiş edirik cavab verin. Yəni, əhl-i bizə sual veribdir. Yəni, belə deyək. İndi mən də sual-ı nəqizdən istifadə edib, mən də sual verəcəm sonda. Əvvəl bu məsələyə açıqlama verim. Yəni, deyirlər ki, Kərbalada Həzrət Əlinin digər övladları da olub. Məsələn, Əbu Bəkir, Ömər və s. və s. Yəni, olublar. Onlara niyə yaz saxlamırsınız? İmam Hüseynə saxlayırsınız. Birincisi, İmam Hüseyn, İmam Həsən cənnət cavanlarının ağasıdır. Yəni, İmam Hüseynlə gətirib digərlərin bir tərəziyə qoymaq doğru deyil. Bu bir. İkincisi, 72 şühəda deyiləndə elə hamısı yada salınır. Bu iki. Üçüncüsü, Əbu Bəkir ad deyil, künyədir. O uşağın adı olub orada, o cavanın adı olub orada Abdullah. Yəni bu o Əbu Bəkirin şərəfinə deyil. Bu bir, 25 yaşında da şəhid olub Kərbalada. İkinci məsələ. Gələk Ömər adına. Əvvəla Əmir əl-Muminin əleyhissalam övladına Ömər adı qoymayıbdır. Ömər əksinə xəlifəlik zamanında bu uşaq anadan oldu. Ömər bir çox adamlara Ömər adı verirdi. Və bu uşağa da elə Ömər deyə çağırdı. Yəni, bunun Həzrət Əli Öməri çox istəyib deyə bu adı qoyubdur. Bundan bir əlaqəsi yoxdur. Eyni zamanda Əbu Bəkir də dedim, künyədir bu. Əbu Bəkir, o uşağın adı Abdullah olubdur. Yəni, Əbu Bəkir olmayıb. Bu iki. Bundan əlavə, 21 dənə Ömər adında səhabə olubdur ki, onların içində də Əhl-i Beyt aşiqləri olubdur. O demək deyil ki, bu Ömərin şərəfinə olubdur. 21 dənə Ömər adında səhabə olubdur. Kim deyə bilər ki, hansı Ömərdir? Bu iki. Üçüncüsü, Osman adına gələk. Osman ibn Məzun, Bəsrənin hakimi olubdur, Əli əleyhissalamın dostu olubdur və mənbələrdə də gəlir ki, Əli əleyhissalam deyir ki, mən oğlumu bu Osmanın şərəfinə adlandırmışam. Yəni, yaxın dostu olub, səhabəsi olubdur və Bəsrədə Təlhə ilə Zübeyir Cəməl müharibəsindən öncə hücum elədilər Bəsrəyə, oranın Beytulmalın qarət elədilər, onun da hələ saqqalında yoldular. Yəni, onun bu məsələ ilə də, yəni Osman ibn Əffandan da bir əlaqəsi yoxdur. Yəni, tamamilə yanlış məsələdir bu məsələdə. Yəni, indi bunlar ki, belə deyirlər, məsələn, nə çox imamlarımızın sahabələr olubdur ki, adı Yezid olub. O demək ki, Yezidi çox istəyirlər. Muaviyə olub, Muaviyəni çox istəyirlər. Və yaxud da, yəni bu yanaşma doğru yanaşma deyil. İndi bunlar ki, deyir ki, bunları niyə yad eləmirsiniz? İndi mən də buradan sual edirəm. Əməvilərdən ikinci Muaviyə olubdur. Yezidin oğlu Muaviyə və Əhl-i Beyt aşiqi olubdur. Cəmi 40 gün hakimiyyətdə qalıb. Cəmi 40 gün. Nənəsi tərəfindən də zəhərləndirilib, öldürülüb. Nəyə görə? 40 gün hakimiyyətdə qaldı. Yeganə birzə dəfə minbərə çıxdı. Orada da dedi ki, haqq Əhl-i Beytindir. Bu kəlməyə görə onu zəhərləyib öldürdülər. Bəs yaxşı, sual çıxır ortalığa. Həmişə deyirsiniz ki, Allah Əməvilərdən razı olsun, Abbasilərdən razı olsun, onların hökmdarlarının adlarını çəkirsiniz, deyirsiniz radiyallahu. Yaxşı, nə əcəb bir dəfə bu ikinci Muaviyyəni heç xatırlamırsınız? Siz niyə bunları xatırlamırsınız? Yəni, niyə bu kişini xatırlamırsınız, ikinci Muaviyyəni? Yəni, bütün o deyilən məsələlərə mən cavab verdim. İndi mən də xahiş edirəm ki, siz də bu suala cavab verin. Bu bir. İkincisi də ki, izah da verdim. O adlar heç də onların şərəfinə deyil, tamam başqa məsələlərdir. Düşünürəm ki, məsələ aydın oldu. Əssalamu aleykum və rəhmətullahi və bərəkətuh.